Sezonu açdıq. 3 bacı dolması edirik. Əvvəlcədən badımcanı, biberi, pomidoru hazır etmişəm. Hər birinin içərisinə tuzu, darçını vurdum. Ətə əlavə edəcəyim göyərtiləri doğramışam. Hər kəs zövqə görə göyərti istifadə edə bilər. Mən keşniş, şüd, bir də reyhan. Bir də mən ətə hər zaman bir biber, bir də pomidordan bir ədəd istifadə edirəm. Əlavə, yəni tomat vuranlar da var təbii ki ətə, amma mən tomat vurmuram pomidor vurduğum zaman. Bir də əti də əvvəlcədən hazırladım. İçərisinə soğanı da doğradım, kərəyağı da əlavə eləmişəm. İndi doğradığım pomidoru və biberi ətin üzərinə əlavə edib sobada gözəl qızardacağım. Qovurduğum ətin içərisinə doğradığım göyərtiləri əlavə edirəm. Olmazsa olmaz darçın çubuğu əlavə edirəm. 15 dəqiqə yenə sobada qızardacağım. Hazırdır. Dolmamızı bişməyə qoyuruq. 3 bacı dolmamız hazırdır.